Xətti təyinlər sistemi. 7-ci sinifdə biz xətti təyinlər sistemi ilə tanış oluruq. Deməli, AX üstəgəl BY bərabər C şəklində olan tənliyə iki dəyişənli xətti tənlik deyirlər. Burada ABC ədədlərdir. X ilə Y isə dəyişəndir. Yəni, burada gördüyünüz kimi iki dənə dəyişən var. Belə tənliyə deyirlər, iki dəyişənli xətti tənlik. Məsələn, 2x plus 3y bərabərdir 10. Bu tənlik əslində bir düz xətt tənliyi olduğu üçün bunun sonsuz sayda həlli var. Yəni, bunu ödəyən sonsuz sayda x, y cütü göstərmək olar. Ona görə bizə heç vaxt bir dənə bu tənliyi verib demirlər ki, bunu həll elə. Yəni, bunun bir düz xətt tənliyi olduğu üçün sonsuz sayda bunu ödəyən nöqtə var. Məsələn, 5 0 nöqtəsi bu tənliyin həllidir. Birinci yazan x-dir, ikinci yazan y-dir. Çünki mən 2-ni 5-ə, 3-ü də 0-a vuranda toplanan neçə eləyir? 10. Deməli, bu nöqtə bu tənliyi ödəyir. Yəni, x və y-in bu qiymətləri. Və yaxud 2, 2. X-ə də 2, y-ə də 2 yazdıqda ödənir. Amma məsəl üçün 1, 4. 1, 4 qiymətləri bu tənliyi ödəmir. Yəni, bunun həlləri deyil. Çünki hesabladığımız zaman 14 alır. Aydın mı? Yəni, bizə heç vaxt bunun bir dənəsini verib həll et deməyəcəklər. Sadəcə başa düşməlisiniz ki, bu bir düz xətt tənliyidir. Onsuz da xətti funksiya dərsində biz bundan danışırıq sonradan. İndi bizim məqsədimiz burada iki dənə belə tənliyin daxil olduğu sistemi həll etməkdir. O sistemi həll etmək, yəni bunların x-inin ortaq bir kökünün olub-olmadığını müəyyən etmək deməkdir. Yəni biz bu tənliklər sistemini həll etməklə nə axtarırıq? Axtarırıq ki, bu iki tənliyin hər ikisini ödəyən ortaq bir x, y cütü varmı? Bu varsa bir dənədirmi, yoxsa sonsuz saydadır? Birinci, bu xətti tənliklər sisteminin həllinin araşdırılmasından danışaq. Bu həllin araşdırılması üçün 3 şərtimiz var idi. Yəqin ki, xatırlayarsınız. A1 böl A2 bərabərdir B1 böl B2. O da bərabərdir C1 böl C2 olarsa, bu tənliklər sisteminin sonsuz sayda həlli var. Sonsuz sayda həlli var. İndi nümunələr göstərəcəm. İkincisi, A1 böl A2, yəni x-in əmsalları nisbəti bərabərdir B1 böl B2, yəni y-in əmsalları nisbəti. Amma fərqlidir C1 böl C2 olarsa, bu tənliklər sisteminin həlli yoxdur. Yəni, elə bir x, y cütü tapa bilmirik ki, bu tənliklər sistemini ödəsin. Üçüncü halı isə A1 böl A2 nisbəti, yəni x-in əmsallarının nisbəti B1 böl B2 nisbətindən fərqli olarsa, bu tənliklər sisteminin yeganə həlli var. Yəni, bir cüt x, y tapmaq olar ki, bu tənliklər sistemini ödəsin. İndi, biz tənliklər sistemini həll etməklə bərabər bu həllin araşdırılmasına aid misallar da görürük. Məsələn, nümunələr göstərim. Tutaq ki, bizə belə bir sual verir. Deyir, AX üstə gəlinsin 4y bərabərdir 7. Birinci qoy belə bir misal göstərim. Baxın, 2x üstə gəl 4y bərabərdir 10 və x üstə gəl 2y bərabərdir 5. Biz də bu tənliklər sisteminə baxaq. 2-ni 1-ə, 4-ü 2-yə, 10-u 5-ə böləndə bütün nisbətlər eyni olur. Deməli, bu tənliklər sisteminin son sayda həlli var. Bu niyə belə olur? Biz birincinin hamısını 2-yə bölsək, ikinci tənliyi görürük. Yəni, bunlar əslində eyni tənlikdirlər. Sadəcə başqa bir ərədə vurularaq yazılıblar. Aydın mı? Ona görə bunların ikisi eyni bir tənlik olduğuna görə və belə bir tənliyi ödəyən sonsuz sayda nöqtə olacağına görə, deməli, bu tənliklər sisteminin sonsuz sayda həlli var. Amma məsələn, belə bir misala baxaq. 2x üstə gəl 3y bərabərdir 11. 4x üstə gəl 6y bərabərdir 18. Belə bir misal verir. Biz burada baxırıq ki, 2-nin 4-ə, 3-ün 6-ya olan nisbəti bir-birinə bərabərdir. Amma bu nisbət 3-cüdən fərqlidir. Bunun həlli yoxdur. Baxın, mən ikinci tənliyi 2-yə bölsəm, ikinci tənliyi. Nə alıram? 9. Necə ola bilər ki, 2x plus y həm 11 olsun, həm də 9 olsun? Yəni, elə x, y tapmaq olarmı ki, yerinə qoyaq həm cavab 9 çıxsın, həm də cavab 11 çıxsın? Mümkün deyil. Ona görə belə bir tənliklər sisteminin, yəni bu şərtlər daxilində deyirlər ki, bu tənliklər sisteminin həlli yoxdur. Aydın mı?
Təbii ki, bizə belə bir sual verməyəcək. Bunu anlamağınız üçün belə edirəm. Bizə veriləcək suallardan indi göstərəcəm. Amma məsələn, tutaq ki, 2x üstəgəl 3y bərabər 7, 4x plus 5y bərabər 11. Burada 2-nin 4'ə olan nisbəti ilə 3-ün 5'ə olan nisbəti fərqlidir. Yəni, x-in əmsallarına ilgili. Deməli, bu tənliyi ödəyən bir x-y cütü tapmaq olar. İndi onun tapılmasına danışacaq. İndi bizə verilən suallar belə olacaq. Məsələn, deyəcək ki, A-nın hansı qiymətində AX çıxılsın 2y bərabərdir 10 və 3x çıxılsın 4y bərabərdir 20 tənliklər sisteminin sonsuz sayda həlli var. Sonsuz sayda həlli var. Yəni, A-nın hansı qiymətində? Onda mən nə etməliyəm? Yazmalıyam A böl 3 bərabərdir mənfi 2 böl 4, o da bərabərdir 10 böl 20. Yəni, bu üç nisbət bir-birinə bərabər olmalıdır ki, bu tənliklər sisteminin sonsuz sayda əldə olsun. Onsuz da biz görürük ki, bu nisbətlərin ikisi də bizə nə verir? 2-də 1 verir. Yəni, belə çıxır ki, A bölünsün 3, 2-də 1-ə bərabər olmalıdır. Buradan da alınır tənasüblə 2A bərabər 3, A bərabərdir 1/5. Yəni, A 1/5 olmalıdır ki, x-in əmsalları nisbəti, y-in əmsalları nisbəti və sərbəst ədədlərin nisbəti bərabər olsun və bunun sonsuz sayda həll olmuş olsun. Aydındır bu deyilən. Davam edək. İkinci, həlli yoxdur məsələsinə uyğun nümunə göstərək. Tutaq ki, 2x üstə gəlinsin, my bərabərdir 7, 4x üstə gəlinsin, 3y bərabərdir 11. Deyir, m-in hansı qiymətində bu tənliklər sisteminin həlli yoxdur. X-in əmsalları nisbəti ilə y-in əmsalları nisbəti bərabər, amma sərbəst ədədlərin nisbəti fərqli olmalı. Onsuz da fərqlidir. Baxın, bu 11-də 7-dir, amma bu 2-də 1-dir. Yəni, onlar fərqlidir. Bayaqına baxın, ədədləri elə yazmışdım ki, kitabda da elə olur. Bu nisbətlər bərabər olsun. Amma burada isə elə deyil. İndi biz bu hissədəki tənasübü həll eləməliyik. Çarpaz vurdum, 4m. Bunu ixtisar eləyə bilərdim əslində. M bərabər 1/5. Yəni, M 1/5 olarsa, bu tənliklər sisteminin həlli olmayacaq. Çünki baxın, bayaq dediyim kimi də 1/5 olsa orada, bunu 2-yə böləndə o alınır, amma 7-nin yerinə 5/5 düşür. Ona görə də həlli olunur. Və üçüncüsü, belə bir misal yazır. K minus 1 vurulsun x, üstə gəlinsin 4y bərabər 7, 2x çıxılsın, 2y bərabərdir 3. Deyir, K-nın hansı qiymətində bu tənliklər sisteminin yeganə həlli var. Deməli, yeganə həllin olması üçün x-in əmsallarının nisbəti y-in əmsallarının nisbətindən fərqli olmalıdır. İşarələrə diqqət edin. Birincisi y-in əmsalı 4-dür, ikincisi mənfi 2-dir. Yəni, işarələrlə də nəzərə alın. İndi bunlar bir-birindən fərqli olmalıdır. Biz çarpaz vurduq. Mənfi 2k üstə gəlib 2, fərqlidir 8. Mənfi 2k fərqlidir 6, k fərqlidir mənfi 3. Yəni, k-nın mənfi 3-dən başqa bütün qiymətlərində. Bunu bəzən aralıq şəklində belə yazırlar. Mənfi sonsuzluqdan mənfi 3-ə birləşir. Mənfi 3-dən müsbət sonsuzluq. Yəni, bütün ədəd oxunda mənfi 3-ü çıxardanda bu aralıq qalır. Yəni, k-nın mənfi 3-dən başqa qiymətləri dedikdə bu aralıq nəzərdə tutulur. Kim aydın olmazsa desin, bir də izah edeyim bu hissələri. Yəni, belə suallar testlərimizdə var. İstər güvən olsun, istər dim olsun. 7-ci sinifdə biz dərslikdə də bu sualları görürük. Yəni, xətti tənliklər sisteminin həllinin araşdırılması. Belə bir misal yazaq. A minus 1 vur x üstə gəlinsin. 2y, bircə dəqiqə misalı quraq. Bura 3 olsun. Burada 5x üstə gəlinsin. A plus 1 vurulsun y bərabərdir. 6 böl mənfi 10. Belə bir sual verir. Deyir, A-nın hansı qiymətində? A-nın hansı qiymətində bu tənliklər sisteminin
tənliklər sisteminin sonsuz sayda həlli var. Sonsuz sayda həlli var. Deməli, bunun sonsuz sayda həllinin olması üçün x-in əmsallarının nisbəti bərabər olmalıdır. Y-in əmsallarının nisbəti o da bərabər olmalıdır sərbəst ədədlərin nisbəti. Bir dəqiqə, mənim məqsədim həlli yoxdur olacaqdır. Həlli yoxdur. Yəni, bundan fərqli olsun. Deməli, buradan biz çarpaz vursaq, bu iki nisbətin bərabərliyindən A-1-i A+1-ə vurdum, 5-i də 3-ə vurdum. Alındı A kvadrat minus 1 bərabər 15. A-nın kvadratı bərabərdir 16. A bərabərdir müsbət mənfi 4. Çünki kvadratı 16 eləyən 2 dənə ədəd var. İndi biz belə sualda yoxlamalıyıq ki, görək x-ini də götürməliyik mi, yoxsa birini də mi? Yəni, biz o ədədi bura qoyduqda bu nisbətdən fərqli bir cavab almalıyam. Məsələn, qoyuram yerinə 4-ü. 4-ü qoyanda eləyir 3 böl 5. Amma bura 3 böl mənfi 5 eləyir. İxtisar eləyəndə, düzdür? Bunu ixtisar eləsək 3 böl mənfi 5. Amma mən A-nın yerinə 4-ü qoyanda bunlar eləyir müsbət 5-də 3. Deməli, bunu götürə bilərəm bu öz yerində. Bu birisinə baxaq mənfi 4-ü qoyanda. Mənfi 4-ü qoyanda mənfi 1 eləyir bunların ikisi də. Deməli, bunu da götürə bilərəm. Amma məsələn, misalda buranı müsbət vermiş olsaydım, tutaq ki, mən buranı müsbət vermişəm. Bəli, onda 4-ü götürə bilməzdik. Çünki 4-ü götürsək, 3 nisbətin 3-ü də eləyəcəkdi 5-də 3. Aydınmı? Ona görə cavab ancaq bu olacaqdır. Amma hal-hazırda mən sualı quranda bura mənfi yazdığım üçün cavabda ikisini də götürəcəyik. Amma orada o mənfini qoymamış olsaydım, yalnız mənfi 4-ü götürəcəkdik. 4-ü götürə bilməzdik. Çünki 4-ü götürdükdə 3 nisbətin 3-ü də bərabər olub sonsuz sayda həllə gedib çıxardıq. İndi gələk xətti tənliklər sisteminin həll edilməsindən. Xətti tənliklər sisteminin həlli bildiyiniz kimi iki üsulla yerinə yetirilir. Biri əvəz etmə üsuludur, biri də ki, cəbri toplama. Cəbri toplama dedikdə, yəni tərəf-tərəfə toplama və ya çıxma fərqi yoxdur. Deməli, əvəz etmə üsulu odur ki, verilən tənliklər sistemində dəyişənlərdən birini digəri ilə əvəzləyib, o biri tənlikdə yerinə qoyuruq. Məsələn, 3x üstə gəl y bərabərdir 7. 2x üstə gəlinsin 5y bərabərdir 9. Deyir, bu tənliklər sistemini həll edin. Birinci əvəz etməklə göstəreyim. Əvəz etmənin mahiyyəti, yəni sizə imtihanda heç kim məcbur eləməyəcək testi işləyəndə, hansı üsulla, hansı sizə rahatdırsa onu edirsiniz. Məsələn, bu sualda əvəz etmə yerinə cəbri toplama eləmək olar, amma əvəz etmə edilmir. Əvəz etmə, mən birinci tənlikdən y-in əmsalı 1 olduğu üçün onu əvəzləyirəm. Yəni, y bərabərdir 7 minus x. Və ikinci tənlikdə gətirib y-in qiymətini yazıram yerinə. Məsələn, ikinci tənliyi sadələşdirərək x-i tapmağa çalışıram. 35 minus 15x bərabər 9, mənfi 13x 9-dan da 35-i çıxanda mənfi 26, x bərabər 2. Əvəzlədiyim yerdə y-i hesablayıram. 7 çıxılsın 3 vur 2, qaldı 1. Deməli, birinci x, ikinci y yazılır həmişə, bunu unutmayın. Bu tənliyin həlli 2, 1-dir. Bu oldu əvəzləmə üsulu. Əvəz etmə üsulu əmsallar 1 olan zaman daha əlverişli olur. Məsələn, əmsalda orada 2-dən 3-dən bir şey olsaydı, mən bunu əvəz etmə eləməzdim. Cəbri toplama üsulundadır. Cəbri toplama üsulunun mahiyyəti ondan ibarətdir ki, biz bu tənlikləri tərəf-tərəfə toplayan zaman dəyişənlərdən biri islah getsin. Bunun üçün də biz ola bilir ki, tənliklərdən birini və ya x-ini müəyyən ədədlərə vurmalıyıq ki, ya x-in, ya y-in əmsalları əks ədədlər olsun. Mən burada y-lərin yox olması üçün birinci tənliyin hər bir həddini mənfi 5-ə vuraram ki, y-lərin əmsalları əks ədədlər olsun. Mənfi 5-ə vurdum, mənfi 15x, mənfi 15y bərabərdir mənfi 35. İkincini olduğu kimi yazdıq. Və tərəf-tərəfə topladıq. Tərəf-tərəfə toplayanda mənfi 15x-dən 2x-i toplayırsan, mənfi 13x. 5y-lər islah gedir. Mənfi 35-dən də 9-u toplayırsan, mənfi 26. X eləyir müsbət 2. Bunu aparıb tənliklərdən birində yerinə qoyursan. Məsələn, mən buradakı birinci tənlikdə yerinə qoyuram onu.
3 vurulsun 2. Üste gel y beraber 7. Yani 6 üste gel y 7'dirsə y beraber 1. Yine de eyni cavabı aldık. Yani farklı bir cavab əldə eləməyəcəyik. Və yaxud kimsə deyir, mən x-lərin yox, y-lərin getməyini istəyərəm. Onda gərək biz 2 üçün əkobu 6'dır. Elə deyək ki, birində -6, birində -6 alınsın. Ona görə birinci tənliyi məsələn -2-yə, ikincini 3-ə vura bilərik. Və yaxud birincini 2-yə, ikincini -3-ə vura bilərik. Heç bir fərqi yoxdur. Birinci tənlikdə biz alacağıq 6x minus, yəni -6x minus 2y bərabərdir -14. İkinciden alacağıq 6x üstə gəlinsin 15y bərabərdir 27. Yenə tərəf-tərəfə toplayacağıq. Bu dəfə x-lər islah gedəcək. 13y bərabər 13, y bərabər 1 olacaq. Aparıb 1'i, məsələn, mən birinci tənlikdə qoyuram yerinə. 3x üstə gəl 1 bərabər 7, 3x bərabər 6, x bərabər 2. Yenə də eyni cavabı aldıq. Bizim üçün heç bir fərqi yoxdur ki, burada x-lər islah getdi, y-lər islah getdi. Yəni, biz misalı yazanda baxmalıyıq ki, bizim üçün əlverişli hansıdır, onu eləyək. Yəni, əvəz etmə üsulu əmsallardan biri 1 olanda rahat olur. Yoxsa qalan halda, məsələn, başqa bir misal yazım. Tutaq ki, 3x üstə gəlinsin, 5y bərabərdir 4. 7x plus 3y bərabərdir -8. Belə bir tənliklər sistemi verir. Məsələn, mən burada x-lərin də toplayan zaman islah getməsini istəyə bilərəm, y-lərin də. Amma məsələn, x-lərin əmsalları 21-dirsə əkob, y-lərdə 15-dir. Ona görə y-ləri mən aparmaq istəyirəm. Birincini vuraram -3-ə, ikincini vuraram -5-ə və yaxud əksinə. Birincini -3-ə, ikincini -5-ə. Məqsədim burada y-lərin əmsallarının əks olmasıdır. Birincini 3'ə vurduğum zaman oldu 9x üstə gəlinsin 15y bərabər 12. İkincini -5'ə vuranda -35x -15y bərabərdir -40. Tərəf-tərəfə toplayıram. Tərəf-tərəfə toplayanda nə olacaq? -26x, y-lər islah gedəcək, bərabərdir 52. Buradan x oldu -2. İndi x-i hansında ürəyiniz istəyir, aparıb yerinə qoya bilərsiniz. Heç bir məhdudiyyət yoxdur ki, 1-də qoyma, 2-də qoy. Mən aparıb birincidə yerinə qoyuram. 3'ü vurdum -2'yə, -6, üstə gəl 5y 4'dür. 5y, 6'nı keçdim o tərəfə 10, y də bərabər 2. Deməli, bu tənliklər sisteminin həlli -2, -2 ədədlər cütü oldu. Kimə aydın deyil bu tənliklər sisteminin həlli? Yoxdur ki, valla x-dən y qədər də kəsir də olar, hər şey olar. Niyə olmasın ki, mənfi? 0 da ola bilər hansısa biri. Yəni, burada ədədlərin hər hansı bir məhdudiyyəti yoxdur ki, bu ola bilməz, o biri ola bilər. Belə bir şey yoxdur. Yəni, mənf də ola bilərlər, müsbət də ola bilərlər, kəsir də, adi kəsir, onluq kəsir, fərqi yoxdur. Hər şey ola bilər. Bu olur sizin 7-ci sinifdə keçdiyiniz xətti tənliklər sistemi. Bir də inşallah 9-cu sinifdə siz tənliklər sisteminin davamını keçəcəksiniz. Bir tənliyi 1 dərəcəli, bir tənliyi 2 dərəcəli olan tənliklər sistemi. Yəni, bunlar xətti tənlikdir də. Bu çox ədədlərin dərəcəsi 1'dir. Amma elə bir tənliklər sistemi öyrənəcəksiniz ki, 9-cu sinifdə bir tənliyi 1 dərəcəli, bir tənliyi 2 dərəcəli olan tənliklər sistemi. Məsələn, ən sadə nümunələrindən biri x vur y bərabər 6, x də gəl y bərabərdir 5. Bax, bu tənliklər sistemi sizin 7-ci sinifdə gördüyünüz tənliklər sistemindən deyil. Bunun birinci tənliyi 2 dərəcəli tənlikdir. Çünki o bir həddinin dərəcəsi 2'dir. X, y hasilinin dərəcəsi 2'dir. Bu tənliklər sistemini isə əsasən əvəz etmə üsulundan həll edirik. Məsələn, biz bunun xətti tənliyində, yəni x plus y bərabər 5 olan tənliyində dəyişənlərdən birini digərlə əvəzləyə bilərik. Məsələn, mən y-in yerinə 5 minus x yazıram və bunu aparıb birincidə nəzərə alıram. Birinci tənliyi vurub açıb sadələşdirirəm. 5x çıx x kvadrat bərabər 6, mənfi x kvadratı üstə gəl 5x minus 6 bərabər 0. Hamısını mənfi 1'ə vurdum. İndi bu tənliyin köklərini mən Viet teoremi ilə də tapa bilərəm. Diskriminantla da tapa bilərəm. Fərqi yoxdur. Burada x neçədir? Yəni köklər neçədir? 2 ilə 3'dür. Düzdür? İndi
Y-lər. Y-ləri hardan tapırıq? Bax buradan. Biz əgər x-i 2 tapmışıqsa, y olacaq 3. Y-i 3 tapmışıqsa, x olacaq 2. Yəni bu tənliyin 2 cüt həlli var. 2, 3 və 3, 2. X 2, Y 3 ola bilər və yaxud da əksinə. Deyərsiniz ki, bunun üstünə baxanda görürük də hasil 6 cəmi 5-də 2-dən 3-dür. Mən razıyam. Amma bunun həll yazası olsa, bu həlli yazmalısınız ora. Yəni qeyd edirəm. Yəni bu tək bu deyil. Bu ən bəsit formasını göstərdim. İndi başqa nümunələr də göstərəcəm ki, bir tənliyi 1 dərəcəli, bir tənliyi 2 dərəcəli olan tənliklər sistemini nə edirik? Əsasən əvəz etmə edirik. Amma təbii ki, əvəz etmədən başqa bizə elə suallar olacaq ki, orada heç x, y tapmağa ehtiyac duyulmayacaq. Müxtəsər vurma düsturlarının köməyi ilə sadələşdirəcəyimiz suallar olacaq və yaxud vurğulara ayırmanın köməyi ilə sadələşdirəcəyimiz suallar olacaq. Qeyd edilənə qədər mən burada tənlik düzəldim. Yazdım Məhəmməd. Məsələn, belə bir tənlik. Bax, bu tənlik də yenə bir tənlik 2 dərəcəlidir. X kvadrat üstə gəlir 2 qrib 1 son. Bu 2 dərəcəlidir. O birisi isə bildiyiniz xətti tənlikdir. Yenə biz bu tənliklər sistemini həll etmək üçün xətti tənlikdə əvəzləmə apara bilərik. Yəni, məsələn, ikinci tənlikdən mən Y-i əvəzləyə bilərəm. Y nəyə bərabərdir orada? 5x minus 14-ə. Y 5x minus 14-ə bərabərdir. Düzdür? Bunu aparıb birinci tənlikdə yerinə qoyuram. X kvadratı 2 vurulsun 5x minus 14 bərabərdir 11. X kvadratı üstə gəl 10x minus 28, 11-i də keçdim bu tərəfə. Və mən burada kvadrat tənlik görürəm. Güzel. Bəli, biri mənfi, biri müsbət. İndi Viet teoremi ilə həll eləyəsi olsaq, bu tənliyin köklərindən biri mənfi 13, digəri müsbət 3-dür. Əvəzləmizi görək. İndi yox, köklərin cəmi mənfi 10 eləməlidir axı, Viet teoreminə görə. İndi Y1. Bu əvəzlədiyin yerdə x-in qiymətini qoyub hesablayırsan. Mən onu qarşısından yazım, buraya yerləşdirə bilmirəm. Y1. Bax, burada qoyuruq yerinə 5 vur mənfi 13 çıx 14. 5-i mənfi 13-ə vursaq, mənfi 65. Mənfi 65-də 14 çıxsaq, yəni mənfini toplasaq, 65, 14, 79. Y2-dəki 5 vur 3 çıx 14, 1. Deməli, bu tənliklər sisteminin 2 cüt həlli var. Biri mənfi 13 ilə mənfi 79-dur. Digəri isə 3-dən 1-dir. Birinci x yazdır, ikinci y yazdır həmişə. Yəni, bunların 2 cüt həlli var. Aydın oldu, yoxsa yox? Bəli. Yəni, x1-dən y1. Çünki sən mənfi 13-ü yerinə qoyub mənfi 79 tapdın. Aydın mı? Yəni, o şəkildə də onları qruplaşdırmalısan bir-biri ilə. Və yaxud bəzən olur ki, bizdən, məsələn, belə bir misal. X kvadratı minus 4y kvadratı bərabərdir 16. X minus 2y bərabərdir 1. Deyir, bu tənliklər sistemini həll edir. Bu tənliklər sistemini həll eləmək üçün o saat əvəzləməyə ehtiyac yoxdur. Bəli, burada müxtəsəri görmək olar. X minus 2y, x plus 2y bərabər 16. Əgər bu 1-dirsə, bunun qiyməti neçə olmalıdır? 16. Ona təzədən biz bir xətti tənliklər sistemi aldıq. Bu sual gəldi bura. Əvəzləmə də eləyə bilərdik, fərqi yoxdur. Tərəf-tərəfə toplasaq, 2x bərabər 17, x bərabər 8/5. X 8/5 isə qoyaq yerinə. 8/5 üstə gəlsin 2y bərabər 16. Mən ikinizə yerinə qoymuşam. 2y bərabərdir 7/5, y də bərabərdir 3,75. Deməli, bu tənliklər sistemini ödəyən ədədlər 8/5 ilə 3,75 imiş. Yəni, bu iki ədədi qoyduqda bunlar ödənirmiş. Yəni, belə bir misal. Və yaxud
Belə bir misal tipi göstərim. X üstə gəlinsin y bərabərdir. Və yaxud belə olsun. 7 x kvadratı üstə gəl 4xy üstə gəlinsin 5y kvadratı bərabərdir 57. Deyir ki, bir dəqiqə görə nə istəyir? Deyir y kvadratının qiymətini tap. Məsələn, belə bir sual verib. Bunu verir, deyir ki, y kvadratının qiymətini tap. Deməli, burada qruplara ayırma eləmək olar. Amma biraz diqqət eləsəz, birincinin kvadrata yüksəldi və yaxud ikincidən birincinin kvadratını görə bilərsiniz. Bunu belə ayıra bilərəm 5y kvadratını. Və bu ayırdığım hissədəki bu 3 dənə toplanan nəyi verir bizə? X üstə gəl, bəli, 49'u verir. Onda eləyir 7'nin kvadratı idi da, yəni 49. Buradan da y'in kvadratı neçə eləyir? 8. Aydın oldu. Yəni belə suallar da görə bilərik. Həmişə məqsəd olmayacaq ki, biz əvəz etməklə həll eləyək. Tutaq ki, məndən bunu istəyibsə, belə daha rahat eləyə bilərəm. Və yaxud belə bir sual verə bilər mənə. Tutaq ki, deyir ki, x üstə gəlinsin 3y bərabərdir 4. X kvadratı üstə gəlinsin 7xy üstə gəl 9y kvadratı bərabərdir. Deməli, 19. Deyir, xy hasilini tapın. Burada deməli, mən xy hasilini tapmaq üçün neynəməliyəm? Yeyə bilərəm. Yenə bəli, burada 7'ni ayırıb birinci muxtasarlamasını görmək olar. Onun 6xy ayıraq 1, bir dənə xy da ayıraq tək. Bəli, bu x plus 3y'in kvadratıdır. O bizə nə verir? Bəli, çünki 4 idi qiyməti, kvadrat edir 16. 16 üstə gəl xy 19'dursa, xy-in qiyməti 3'dür. Yəni, bu mövzuda ümumiyyətlə ən çox yeri xətti tənliklər sisteminə verirlər. Onun araşdırılmasına verirlər. Amma bu bir tənliyi, bir dərəcəli, bir tənliyi, iki dərəcəli olan tənliklər sistemini də istifadə edirlər. Yəni, 9-cu sinif materialına aiddir, keçəcəksiniz orta məktəbdə. Yəni, bunu indidən öyrənməliyik. Bunlara aid də testlərdə suallar var. Bu belə. Kiminsə bu dediklərimə aid sualı? Turan sualın. Məhəmməd sual. Buyur. Olur. 2 tənlikdə 2 dərəcəli olanlar olur. Onlar biraz mürəkkəbləri sayılır. Onlardan 9'da istifadə olunmur. Olur. Olmağına elələr də olur. Amma əsasən bir tənlik 1 dərəcəli, bir tənlik 2 dərəcəliləri biz 9-cu sinifdə indi məsələn tənlik qurmaqla məsələ, tənliklər sistemi qurmaqla məsələ həlləri var. Onlarda bir tənlik 1 dərəcəli, bir tənlik 2 dərəcəliyə gəlib çıxan məsələlər çıxacaq qabağımıza. Yəni, ən ümumi həll yolu burada da əsasən əvəz etmədir. Buyur. Yazdın. Sönete bakmanı işe. Sen yaz. Çok güzel.